Tamam dostlar, bugün söz verdiğimiz gibi Yokogama'da Hot Start izah edəcəyik. Cold Start odur ki, gərginlik kəsiləndən sonra kontrollerin startı. Hot Start isə gərginlik kəsilmədən əgər kontroller dayanırsa, ondan sonra start olmasıdır. Bunun da Taskbar saytını təqdim etdiyi virtual maşına qoşuluruq. Və sistem view start edirsiniz. Sistem view açıldıqdan sonra bizim proyekt açılır və bizim proyektə gəldik öncə işlədiyimiz blokun üstünə VR 004 bloka və burada dostlar bir dənə də LC64 bloku əlavə edəcəyik. Burada biraz güzel işləyək. Tak. Insert functional block sequence və logic olacaq. LC64 blok və bunun adını qoyaq code. Input. Hə dostlar, sonradan bir edit detailsə və burada deməli seçirik. Yəni burada scanın yanında düymə var, onu basırıq və burada seçirik Startup at initial cold start start. Bunu seçirik və düzdür belə qalır və ok düyməsini basırıq və dostlar bura məntiq əlavə eləməliyik. Məntiqdə bizdə nədir? Insert input element buraya yazacağıq. Deməli, cold mod manual man. Sonra deməli, write mod manual control manual. Bu lazım və əlavə edirik output. Output elementlərdə bizdə nə olacaq? Cold mode automat, cold automat, cold yox, light out və control input və bunu bağlayırıq. Gözlə bağlamamışdan qabaq girin və message display açaq. Bir də yadımdan çıxır wiring əlavə etmək. Message display bağlayım. Deməli, insert wiring yadınızdadırsa bir dəfə bura klik edin və iki dəfə bilirsə. Bir dəfə bura və iki dəfə bilirsə. Burada da eyni. Və ikinci elementlə bağlayaq. Tamam. Bu da bitti. İndi isə burada status bar və ki message display area-nı aktiv eləyək ki, baxaq bizdə error yoxdur. Close eləyək və update olunacaq. Error yoxdur. İndi isə dostlar buranı da save edək.
Bəli dostlar, Erosuz aldı. İndi əslində məntiqi nətərdir? Biz deməli bloklara start verəcəyik simulyatorda və hamısı avtomatda olacaq. Hamısını çevirəcəyik manual, sonra simulyatora stop verəcəyik və yenidən start verəndə artıq bloklar özü avtomat rejimə keçməlidir. Yəni məntiqi olaraq belədir. Yəni cold start elə ki, gərginliyi söndürüb yandırır. Partikanı bağlayırıq. Və simulyator start veririk. Hə dostlar, simulyator start oldu və yenə də stop veririk. Və yenidən start veririk. Tamam. Bu pəncərəni minimize edək və deməli açırıq overview, plant, FCS və buraya 4 blokun açırıq. Və burada hamısı rejimdədir. Avtomat. Və avtomat rejimdədir. İndi isə hamısını çevirək manuala. Yine Facebook'a girdik. Icon modu seçin. Kod düğmesini basarız da buradan yazarız. Man. Böyle harfine yazın. Ve burada test. Tamam, bu oldu manualda. En yüzde de wifi kesildi. Test. Doldu manual ve kontrol getirdi. Bu da oldu. Yok mu? Bunları manuel. Yani bu kontrolünü bağlayaq yeniden və yoxlayaq manualda da yoxsa yox. Bəli, manualdadır hamısı. Kontrola baxaq. Manualdadır. Bağlayaq da. Bağladıq. İndi dediyim kimi simulyatora stop verəcəyik. Simulyatora stop verək. Fərz edək ki, bizim işıqlarımız söndü və yenidən yandı. Bloklar ilkin vəziyyətinə, avtomat moduna qayıtmalıdır. Və yoxlayaq. Bəli, avtomat rejimə qayıtdı. Bu deməkdir ki, sizin cold startınız işləyir artıq. Kontrolda yoxlayaraq. Tamam, kontrolda işlədi. Növbəti dərsdə uşaqlar cold startı izah edəcəm ya da keçəcəm bizim ən böyük proyektimiz olacaq su təmizləmə və su boşaltma qurğusu. Amma ondan qabaq istəyərdim sizə hiyerarxiyanı izah eləyəm, minnətə zavodun görünməsi ya da həmən qurğunun üstündə bölünməsi. İndi baxaram, vaxt olsa kod startı da izah eləyərəm, amma belə özünüz də oxuya bilərsiniz. Bu bloklardan da ümumiyyətlə narahat olmayın, bunlar haqqında sizə dərslər hazırlayacağım. Hər blok nə üçündür və harada istifadə olunur. Çox sağ olun, təşəkkür edirəm hamınıza.